Bakıdakı o məşhur Cıdırdan savayı bir neçə də Cıdır mərkəzlər var, elədirmi? Məsələn, binə atçılıq mərkəzi orada nədir? Cıdır kimi fəaliyyət göstərir, yoxsa həm də atların saxlanılması ilə məşğul olurlar? Cıdır, cins atçılıq cıdır olmadan yetişdirilməsi mümkün deyildi. Cins atların sınağı deməkdir cıdır. Bugünkü cıdır Bakıda olan Bakı Dövlət Cıdır Meydanının güzaranı, vəziyyəti hamısı bəllidir. Get-gedə o sahəsi yığcamlaşan kimi işi də kiçilib, kimsə onun sahəsini parçalayır, kimsə onu gözü görməyən qüvvə onu kiməsə satır bir hissəsini, bir zolağı satırlar, bir də xəbər tuturlar. Sanki heç kəs bunu görmür, dövlət malıdır. Amma birdən görsən ki, bu bir tərəfi buna satıldı və kiməsə verildi, kimsə orada bina tikdi. Təsəvvür edin, belə hadisələr baş verir. Ona görə də uzun müddət Azərbaycanda cıdır sınaq yarışlarının keçirilməsi həmən Bakı Dövlət Cıdır Meydançasında qeyri-mümkün oldu.